300 qram kəsmik, 100 qram çərək yağı, 120 qram şəkər, 1 çimdik duz, 1 paket vanil, 2 yumurtanın sarısı. Birlikdə qarışdırırıq. 1 çay qaşığı qabartma, 300 qram un. Unumuzu az-az əlavə edirik. Yumşaq, ələ yapışmayan xəmir olur. Xəmirimizi 2 hissəyə ayırırıq. Onları da 5 hissəyə ayırırıq. 30 dəqiqə soyuducuda dinləndiririk. Dinləndikdən sonra yayırıq. Videoda göstərdiyim böyüklükdə yayılmaq lazımdır. Kənarlarını kəsib götürürük. 2 yerə ayırırıq. Və onları da 6 hissəyə bölürük. Hamısı bir-birinin üstünə gələcək şəkildə düzürük. Əlimizlə xəmirimizin aşağısından basırıq ki, forma verəndə açılmasın. Büküb əlimizlə kənarlarını biraz bərkizirik. Və forma veririk. Bütün xəmirlərimizi eyni qaydada edirik. Əvvəlcədən isitdiyimiz 180 dərəcəli sobada 20-25 dəqiqə bişiririk. Üzərinə şəkər pudrası əlavə edirik. Dadlı reseptlər üçün izləmədə qalın. Hazırlayacaq olanlara əvvəlcədən nuş olsun. İzlədiyiniz üçün təşəkkürlər.